rəsmi mühakimin mövqeyinə dair biz münasibəti hələ mətbuat konfransı zamanı da bildirdik. Ən ali səviyyədə mövqe bundan öncə də bildirilmişdi ki, Azərbaycanın mövqeyi bu mövzuda tamamilə qətiyyətlidir, birmənalıdır və biz hesab edirik ki, oktyabr ayında Azərbaycan Respublikası Prezidenti ilə Rusiya Federasiyası Prezidenti arasında görüşdə Rusiya Prezidenti tərəfindən səsləndirilmiş yanaşma, hansı ki bu təyyarənin vurulmasının Rusiya Müdafiə Nazirliyinin səhv ucbatından baş verib və buna dair bütün tədbirlərin görüləcəyini, buna hüquqi qiymət verilməsinin, kompensasiyaların ödənilməsini özündə ehtiva etməlidir və bizim gözləntimiz də məhz bundan ibarətdir. Bəli.